Hakkında söhbət açacağım aktyorumuz Azərbaycan kinosunda bir neçə maraqlı obrazlar yaratmış. Qızmar Günəş Altında filminin Doktor Mürsəli və Qaraca Qız filminin piri babası kimi yaddaşlarda qalan aktyorumuz Cabbar Əliyevin qısa da olsa həyatından danışacağım. Cabbar Əliyev 1905-ci il yanvarın 15-də Naxçıvanda anadan olub. 1921-24-cü illərdə Bakı Pedaqoji Texnikumunda, sonra Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil alıb. Daha sonra rejissor və aktyor Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi Mərkəzi Fəhlə Klubunda çalışıb. Cabbar Əliyev 1929-cu ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülür. Həm Akademik Milli Dram Teatrında, həm də ki Azərbaycan kinosunda bir-birindən maraqlı obrazlar yaradır. 1955-ci ildə kino rejissor Tofiq Tağızadənin lentə aldığı Görüş filmindəki Şarip, 1956-cı ildə O Olmasın Bu Olsun filmindəki Qoçu, 1957-ci ildə Qızmar Günəş Altında filmindəki Doktor Mürsəl, 1961-ci ildə Leyli və Məcnun filmindəki Döyüşçü, 1963-cü ildə Romeo Mənim Qonşumdur filmindəki Ev Yiyəsi, 1966-cı ildə Qaraca Qız filmindəki Piri Baba, 1967-ci ildə Poçt Qutusu filmindəki Qoçu, 1969-cu ildə Bizim Cəbiş Müəllim filmindəki Müəllim və 1969-cu ildə Dəli Kür filmindəki Ev Yiyəsi kimi maraqlı obrazlar yaradır. Cabbar Əliyev 1960-cı il may ayının 24-də Azərbaycan SSR əməkdar artist adı ilə təltif olunur. Cabbar Əliyevin Azərbaycan kinosunda və Akademik Milli Dram Teatrında bu cür maraqlı obrazlarla yadda qalır. Cabbar Əliyevin mən uzun müddətdir ki, məzarını axtarırdım və tapa bilmirdim. Onu mən çox aktyorlarımızdan da soruşdum və onun harada dəfn olunduğunu heç kim bilmirdi. Və nəhayət ki, mən Qurd Qapısı məzarlığında Cabbar Əliyevin məzarını tapdım. Və Cabbar Əliyevin təvəllüdü 1905-ci ildir. Onun Wikipediyasında 1904-cü il yazılıb. O da səhv məlumatdır. Cabbar Əliyev 1905-ci ildə anadan olub və 1973-cü ildə dünyasını dəyişib. Cabbar Əliyevin Əli adlı yeganə oğlu olub. O da 1948-ci ildə anadan olub və 2018-ci ildə dünyasını dəyişib. O da atası ilə bir məzarda dəfn olunublar. Cabbar Əliyevin həyat yoldaşı da Rus vətəndaşı olub. Anna Sergeyevna Cabbar Əliyevin həyat yoldaşı.
O da 1914-cü ildə anadan olub və 1992-ci ildə dünyasını dəyişib. O da həyat yoldaşı Cabbar Əliyevin yanında dəfn oldu. Mən hər dəfə o görüş filminə baxanda Cabbar Əliyevin orada yaratdığı Şarif obrazı həqiqətən də mən elə bilirdim ki, o Özbək vətəndaşıdır. Bu paltar size çok yaxşı yaraşır. Lap Özbek'e okşuyorsunuz. Bu ne plovdu? Plov pişirmeyi de bacarmışsın. Yağ getir. Ne? Yağ getir. Yaxşı. Gör aktyor necə o rolu oynayıb ki, həqiqətən də tamaşaçı elə bilir ki, o Özbək vətəndaşıdır. Və mən sonralar Cabbar Əliyevin Wikipediyasını araşdırarkən sonra bilmişəm ki, görüş filmindəki Şarif obrazını yaradan bizim aktyorumuz Cabbar Əliyevdir. Və mən bu qısa da olsa bu videonu çəkdim ki, Cabbar Əliyevin haqqında çox da məlumatım yoxdur və bildiklərimi də çalışdım ki, sizlərlə bölüşüm. Çünki sosial şəbəkələrdə, kanallarda Cabbar Əliyevin heç bir videosu yoxdur. Onun haqqında heç bir veriliş yoxdur. Və qısa da olsa çəkdim ki, belə aktyorlarımızı yad edək və qoymayaq, unutmağa. Allah Cabbar Əliyevə və onun oğlu Əliyə və həyat yoldaşına rəhmət eləsin. Ruhları şad olsun. Gəlmişkən də Cabbar Əliyevin məzarı təmiz idi və buranı tez-tez ziyarət edirlər. Hətta Cabbar Əliyevin məzarının üstündə övladlarından xatirə sözü yazılıb. Yəqin indi onun övladlarından sağ olanı var və gəlmişkən də bizim görkəmli aktyorumuz Cabbar Əliyevin və onun həyat yoldaşının məzarını da yudum. Allah Cabbar Əliyevə rəhmət eləsin.